Salamlar, 3-cü dərsimizə xoş gəldiniz. Bu günləri riyazi və string operatorlarına baxacağıq. Riyazi operatorlara, riyazi operatorlar necə tətbiq olunur, assignmentlər, dəyərlər necə dəyişdirilir, necə bir dəyər sonradan təyin olunduqdan sonra üzərinə də başqa bir dəyər əlavə olunur. Həmçinin string operatorlarında da 2 dənə stringi necə birləşdirmək olar, bu əməliyyatlara baxacağıq. Birinci başlaya bilərik burada riyazi əməliyyatlardan. Ekranda gördüyümüz burada sadə əməliyyatlardır. Toplama, çıxma, bölmə, vurma, qüvvəti yüksəltmə, həmçinin qalıq da var və onlardan əlavə bir-bir artırma və bir-bir azaltma anlayışları var. Onları göstərəcəm və qalanları isə eynən adi riyaziyyatda öyrəndiyimiz anlayışlardır. Başlaya bilərəm bunları bir-bir göstərməkdən hamısını. Tutalım ki, burada 2 dənə bir dəyər yaradaq. Let A bərabərdir olsun 100 və let B də bərabərdir olsun məsələn 5 rəqəm belə formada. Və burada əgər toplama əməliyyatı eləmək istəyirəmsə, yazıram bura, console log yazıram. Əlli cavabı birbaşa console log'a göstərim. Burada A üstə gəlinsin B yazıram və bu əməliyyat mənə həmin 2 dənə dəyərin cəmini mənim üçün qaytaracaq və burada da 105 cavabını belə formada görürük və arasında sadəcə plus işarəsindən istifadə olunur. Mən buradakı dəyəri həmçinin başqa bir dəyərlərə təyin edə bilərəm. Məsələn, let C bərabərdir A üstə gəlinsin B və daha sonra console log'da da bu C-ni belə formada göstərə bilərəm və həmin cavabı göstərəcək mənim üçün. Burada baş verən əməliyyat isə sadəcə A-nın üzərinə B gəldi və onu yeni dəyişkən kimi bura təyin elədi və bu cavabı biz burada belə göstərdik. Buna da adi formada istifadə edirik toplama əməliyyatından. Yəni bu o deməkdir ki, biz sağ tərəfdə təkcə birbaşa rəqəmlər yox, həmçinin digər dəyişkənlərin də öz rəqəmləri üzərində işləyərək onları birləşdirib burada belə formada göstərə bilərik. İndi isə göstərim çıxma əməliyyatını. Çıxmaq üçün də A çıxılsın B-ni belə formada yazırıq və bu da bizə cavab olaraq həmin 100-dən çıxılsın 5-in onun cavabını belə formada göstərəcək. Vurma üçün istifadə edirik ulduz işarəsindən. Məndə burada shift 8-dir və shift 8-i basanda ulduz işarəsi yaranır və A ulduz B və bu 2 dənə dəyişkənin cavabını bizim üçün göstərəcək. Yəni nəticə olaraq 500 göstərir. 2 dənə rəqəmin cavabını bizə verir. Bundan əlavə var bizdə bölmə işarəsi. Bölmə üçün də slashdan istifadə edirik. Slash işarəsindən belə formada və A bölünsün B yazıram bu hissəyə. Və mənə cavab olaraq burada verəcək 20 cavabını belə göstərir. Amma bunun arasında bu tam olduğu üçün, yəni qalıq olmadığı üçün bizə tam şəkildə görürük. Amma ola bilsin ki, bizim cavabımızda qalıqlar da əmələ gəlsin. Ona görə məsələn bura bir nümunə yazım 99 və bu zaman bizə 19, onda 8 belə bir cavab verir kəsrli formada və bu da A-nı bölünsün B cavabından alınan nəticədir. Yəni əgər cavabımızda qalıq yoxsa bütöv formada verir, yox əgər qalıq varsa, o zaman bizə həmin cavabı o cürə formada verilir. Məsələn 100 bölünsün 3-də yazaq. O zaman sağ tərəfdə olan hissə uzana-uzana gedir və belə bir qalıqlı cavab bizim üçün gəlir. Bundan əlavə var bizdə qüvvəti yüksəltmə anlayışı. Bunun üçün də 2 dənə ulduzdan istifadə olunur. Qüvvəti yüksəltmə deyəndə biz sol tərəfdəki rəqəmi götürürük və onu sağdakı rəqəmin sayı qədər qüvvəti yüksəldirik. Məsələn, burada soldakı 100 rəqəmidir, A ədədi 100-dür, sağdakı isə 3-dür. Yəni bu o deməkdir ki, 100-ü 3 dəfə mən yuxarı qaldırdım. Yəni daha doğrusu qüvvəti yüksəltdim və bu da bizə 1 milyon cavabını bizim üçün belə formada göstərdi. Yəni sol tərəfdəki ədədi sağ tərəfdəki qədər qüvvətə yüksəldirik. Buna əlavə var bizdə qalıq işarəsi. Qalıq da bildiyimiz kimi, əgər 3-ü 2-yə bölürüksə, oradan qalan qalıq neçə olursa, onun cavabı bizim üçün göstərir. Onun üçün də istifadə edirik burada 100 yox daha doğrusu A. Qalıq üçün istifadə edirik burada faiz işarəsindən, shift 5-dir məndə və bu adı da modulus operatordur və bu A modulus 5, yəni qalığı olacaq bizdə məsələn burada 1 formasında, yəni 100-ü 3-ə böləndə alınan qalıq 1-dir və nəticə olaraq bizə belə formada göstərir. Məsələn burada 99 yazsaydım, o zaman bizə 0 verəcək, çünki 99-u 3-ə böləndə heç bir qalıq əmələ gəlmir, bütöv şəkildə görsənir. Məsələn cavab 33 olur və heç bir qalıq ortada qalmır. Bunun üçün də istifadə edirik belə modulus, yəni qalıq işarəsindən. Bu da gələcəkdə faydalı elə bir anlar olacaq ki, bizim işimizə yarayacaq. Bunlardan əlavə var burada 2 dənə əlavə operatorlar, 2 dənə plus işarəsi və 2 dənə çıxılsın işarəsi var və qabağında yazıb ki, bir-bir artırma və bir-bir azaltma. Nə deməkdir bu? Gəlsəm bura, desəm ki, A plus plus belə formada və aşağıda console log A-nı belə yazsam
Bizə nəticə olaraq burada göstərəcək hazırda 100 rəqəmini. Çünki burada A-nın ədədi, A-nın rəqəmi, daha cavabı 99-dur. Ona görə bizə 100 cavabını verir. Bunu 100 eləsəm məsələn, bizdə 101 cavabını verəcək. Yəni bu A++ işarəsi odur ki, həmin ədədi götürür və həmin ədədin üzərinə resign eləyir və ədədi dəyişdirərək bizə yeni cavabı bizim üçün qaytarır. Bu A++-un qısaldılmış versiyası belədir əslində. Daha doğrusu uzanmış versiyası belədir. A bərabərdir A üstə gəlinsin 1. Belə formada bizə cavab verir. Yəni A-nı A üstə gəlinsin 1 cavabı qədər yəni yeniləyək. Burada 100 idi, üzərinə 1 gəldi, 101 cavabını buna təyin elədi və yeni şəkildə aşağıda konsolda göstərdi. Bunun qısaldılmış versiyası isə A++-dur ki, və həmin şeyi təkrarını eləyir, sadəcə daha qısa formada yazır. Bunun digər forması əksi çıxılma işarəsi olacaq. Bunun üçün də məsələn yazaq B-ni, B çıxılsın və aşağıda da konsolda göstərim B-nin cavabını belə formada. Bu da mənə 2 cavabını verəcək. Çünki əvvəl 3 idi, sonradan azaltdı ədədi və mənə 2 cavabını belə formada verdi. Bunların da hamısı riyazi əməliyyatlardır, istifadə olunur. Təbii ki, burada daha kompleks əməliyyatlar yaza bilərəm. Yəni konsolloqun içərisində yazıram A üstə gəlinsin B, sonra vurulsun, özümdən bir rəqəm yazım 4, bölünsün məsələn B ədədi, belə bir formada ədəd, daha doğrusu kompleks bir əməliyyat yazıram və bu da adi öyrəndiyimiz, riyaziyyatda öyrəndiyimiz məsələn hansısa bir funksiyanın cavabı və yaxud da hansısa bir əməliyyatın cavabı ola bilər. Belə formada istifadə olunur. Həmçinin burada da eynən mötərizə anlayışı birinci hesablanır, birinci mötərizə incə hesablanır, ondan sonra vurma və bölmə əməliyyatları, barədə olan əməliyyatlar işləməyə başlayır. Yəni burada da riyazi əməliyyatlardan istifadə edərək hər hansı bir məsələni həll etmək mümkündür. Əla, bunlar oldu riyazi əməliyyatlar, riyazi operatorlar. İndi keçə bilərik assignment anlayışlarına. Assignment dedikdə, yəni bir ədədi digər ədədə təyin etmək nəzərdə tutulur. Burada bizə artıq aydın olan bir anlayış var, bərabərdir işarəsi. Bərabər dedikdə həmin ədədi biz təyin edirik. Məsələn, A bərabərdir 100 yazmışamsa, 100 ədədi A-ya təyin olur, hansı ki biz sonradan onu həmin ədədə, həmin 100-ə çata bilirik, dəyişdirə bilirik, istifadə edə bilirik istədiyimiz formada. Amma onlardan əlavə bizdə var plus bərabərdir, çıxılsın bərabərdir, vurulsun, bölünsün və faiz bərabərdir, qalıqlı təyin etmə. Bu cür anlayışlar var. İndi onlardan mən istifadə edeyim bir-bir. Elə bunları silək. Aşağıda, buradan yaza bilərəm, elə bunları silək. Tutalım ki, mənim dəyərim A-dır, 100-dür və həmin dəyəri mən üzərinə sonradan bir dəyər əlavə eləmək istəyirəm. Hansı ki, bunu gördük bir dənə sadə nümunəsinin A++ həmin nümunəyə oxşar bir nümunədir. Amma biz əgər təkcə birdən yox, birdən çox dəyər əlavə eləmək istəyirsə, onda öz çözümümüzlə gəlməliyik. Onun üçün yazıram bura A plus bərabərdir 10. Belə yazdım və konsol logda bunun cavabını göstərə bilərəm A. Və bu səfər mənim cavabım 110 oldu. Yəni mən A-nın üzərinə 10 gəldim və həmin cavabı sonra da dəyişdirdi, təyin elədi buna və cavabı burada belə göstərdim. Yenə dediyim kimi bunu uzun versiyası belə yazmaq olar. A bərabərdir A plus 10. Ya bununla bu cürə versiya ilə bayaqki plus bərabərdir 10 eyni şeydir. Sadəcə bu daha qısaldılmış formadır və bu operatordan istifadə edir. Yəni plus bərabərdir o deməkdir ki, soldakı rəqəmi götürürsən və onun üzərinə 10 rəqəmini gəlib istifadə edirsən və dəyəri bizim üçün dəyişdirir. Bundan əlavə var çıxma bərabərdir və çıxma bərabərdə həmin əməliyyatı çıxma üçün istifadə edilir. Məsələn, B-ni yazın bura. B çıxılsın bərabərdir olsun 3 olsun. Bu dəfə cavab olaraq bizə 0 verməlidir. Yazaq B. Və cavabı 0 olur. Çünki mənim ədədimdən 3 çıxdı və onu həmçinin təyin elədi B-yə və cavabı bizim üçün 0 formada belə elədi. Burada vurma işarəsi var. Vurma işarəsi olanda da həmin ədədi, yəni dediyim kimi vurur və cavabını alır. Məsələn, birincinin cavabı bizdə 110-dur. Sonradan götürmüşük. Məsələn, 110-u 330 eləmək istəyirəm. Onun üçün A vurulsun, ulduz işarəsi bərabərdir 3 yazıram və bu səfər mənim cavabım 330 olacaq. Çünki birinci üzərinə 10 gəlmişdim və sonradan isə 3-ə vurdum həmin ədədi və belə bir cavab aldı. Yenə dediyim kimi bunun uzun versiyası A vurulsun 3 belə formada olur. Yəni bununla bayaqki belə yazılmış forma eyni şeydir, daha qısalmış formasıdır. Həmçinin bölmə də eyni anlayışdır. Bölməyə də çıxmayı tətbiq edə bilərəm əslində, amma burada 0 rəqəm olacaq, yəni problem olacaq. Ona görə A-ya təyin edə bilərəm. Məsələn, 330-u 2-yə bölüm. A bölünsün bərabərdir 2. Belə bir cavab və bu bizə 165 cavabını belə verir.
Əla. Bunlardan əlavə qalıqlı təyin etmə də var. Qalıqlı dedikdə burada nəzərdə tuturam. Məsələn, indiki cavabım məndə 165 olub və burada qalıqlı deyəndə həmin ədədin nə qədər qalıq olacağını, nə qədər qalıq çıxacaqsa onun cavabını deyəcək. Məsələn, deyək ki, bunu 2-yə bölüm, o zaman mənə qalıq 1 verməlidir. A faiz işarəsi bərabərdir 2 və bu mənə 1 cavabını verir. Ona görə ki, 165-i 2-yə böləndə alınan qalıq mənə 1 cavabını verir deyənə mənə orada 1 göstərir. Bu da eyni formada dediyim kimi A qalıq işarəsi 2 cavabını verir deyənə eyni formada qısaldılmış versiyada belə göstərir. Əla, rəqəmlərlə bağlı bu qədər. İndi keçə bilərik burada stringlər üzərində işləməyə. Stringlərdə də eyni anlayışdır, amma biraz fərqliyi var. Baxın, burada plus və plus bərabər də anlayışları var. Plus burada biz gördük ki, istifadə olunur normalda 2 dənə ədədi toplamaq üçün istifadə edirik. Amma stringlərdə isə 2 dənə stringi birləşdirmək üçün bundan istifadə edirik. Burada bir maraqlı məqamlar var, onları göstərəcəm. Başlayaq indi 2 dənə stringi birləşdirməyə. Deyək ki, let A teksti bərabər də olsun salam. Belə və yaxud da bir adam adı yazaq. Məsələn, Murad, belə bir şey yazaq. Və let B də bərabər də olsun Nuriyev. Belə bir cavab. Əla. İndi mən bu 2 dənə Murad Nuriyevi birləşdirib tam bir formada konsolumda göstərmək istəyirəm. Ona görə bir əlavə ad yaradım. Məsələn, let full ad bərabərdir A üstə gəlinsin B. Və həmin cavabı daha sonra göstərək burada konsolumuzda. Konsol full ad. Əla. Və cavab olaraq bizə nə gəldi? Murad Nuriyev cavabı gəldi. Və burada bir şey fikir verin ki, Murad ilə Nuriyev arasında heç bir boşluq yoxdur. Ona görə ki, mən burada ad yazanda burada heç bir boşluq bildirmədim. Bu 2 dənə plusdan istifadə edəndə 2 dənə dəyişkən elə necə var elə cür bizim üçün əlavə elədi bura və boşluqsuz bizə cavabını göstərdi. Bunu həll etməyin bəzi yolları var. Məsələn, mən burada Muradın qabağına bir boşluq qoyaram və bu mənim Muradla belə formada göstərəcək cavabını. Çünki burada boşluğu da əlavə xarakter kimi saydığı üçün bizə belə göstərir. Bunlardan əlavə yox, əgər biz buna erişə bilmiriksə, adı dəyişdirmək istəmiriksə, onda bunun arasına belə istədiyim qədər pluslar qoya bilərəm ki, burada plusun sayı yoxdur. Və bu 2 dənə plusun arasında özüm belə bir boşluq yerləşdirərəm dırnaq içərisində string olduğu üçün və bu da həmin cavabı verəcək bizim üçün. Bu daha yaxşı yanaşmadır. Çünki bəzən olur ki, biz adları dəyişdirmək istəmirik, əldə olmaq istəmirik və özümüz bir dənə HTML-də olsun və yaxud da başqa yerdə belə bir özümüz bir boşluq veririk ki, daha səliqəli formada görsənməyə çalışsın. Və burada da istifadə elədikdə biz plus işarələrindən istifadə elədik ki, 2 dənə stringi birləşdirə bilək. Və burada əgər deyirsiniz ki, bəs rəqəmlərdə istifadə etsək necə olar? Məsələn, yazım ki, bura yazım 10 və burada yazım məsələn 50 belə bir şey və burada baxaq 10 50 cavabını bizim üçün göstərir və arasında da həmçinin boşluq var. İndi boşluğu da silsəm necə görsənər? 10 50 2 dənə rəqəmi bizim üçün, daha doğrusu rəqəm deyil, tekstdir və tekst çünki üzərində dırnaqlar var. Dırnaq olduğu üçün bunu 10 50 belə formada göstərir. Məsələn, burada nə etmək olar? Mən onu buradan silim. Daha doğrusu 10 sil deyəndə burada dırnağı silim və təkrardan belə göstərim. Və məndə yenə də 10-50 cavabını belə formada göstərir. Bəs burada digər formada eləsəm necə olar? 10-50 belə formada göstərək və yenə də mənim üçün 10-50-ni belə şəkildə göstərir və həmin ədədi həmişə string kimi görür, əlavə eləyir. Çox vaxt bəzi intervyu suallarında və yaxud da testlərdə, quizlərdə və yaxud da ümumiyyətlə hansısa proyektdə qarşıya çıxar ki, belə bir şey var və bu bizim yadımızdan çıxar ki, bunun string olmağı, ona görə belə istəmədiyimiz nəticələr cavaba çıxa bilər. Çünki 10-50 normalda bizə rəqəm kimi görsənir, amma ki, əslində 10-50 burada bir tekstdir, əlavə eləmir. Çünki əvvəlində bir dırnaq var, ona görə cavabı belə şəkildə göstərir. Bunu tam olaraq riyazi eləmək üçün gərək mən ikisini də riyazidə bir rəqəmə çevirib, ondan sonra 10-50 cavabını belə formada görüm. Yəni cavab olaraq 60 görəcək həmin hissədə. İndi keçək burada plus bərabərdir işarəsinə. İndi göstərim burada necə eləmək lazımdır. Bayaqki tekstləri geri qaytarım. Yazım bura elə Murad Nuriyev belə. Və mən istəyirəm ki, Murad sözünün arxasına və yaxud da Nuriyevin sözünün arxasına hər hansı bir söz əlavə eləyim. Onun üçün B plus bərabərdir. Məsələn, bir işinin adını yazaq. Yazaq ki, proqramist.
Belə bir formada. Həmçinin əvvəlinə bir xətt də qoyum ki, arasında bir işarə də olsun. Belə bir forma. Və bu dəfə Murad Nuriyev xətt proqramı sözü gəldi. Ona görə ki, mən burada B-yə əlavə bir dəyər təyin elədim. Yenidən assign elədim. Və bu da dediyim kimi bayaqki həmin anlayışın eynisidir. Yəni B bərabərdir B üstə gəlinsin proqramist və bunu assign edir B-yə və həmin cavabı burada dəyişdirib bizə belə bir formunu göstərir. Bunun qısaldılmış forması da belə olacaq. Plus bərabər cavabını bizim üçün göstərir. Yəni həmin şeydir, sadəcə tətbiq olunur burada string forma, text formalarına və həmçinin burada xətt bərabərdirlərdən istifadə etmək olmaz, çünki error verəcək. Yalnızca plus bərabərdir string dəyişdir, digərləri isə heç biri burada həmin stringlər üzərində işləməyəcək. Bu iki dənəsindən əlavə bizdə formatlama anlayışı da var. İndi bu formatlama anlayışı biraz çətindir və video indi diqqətlə baxın həmin hissəyə. Tutalım ki, burada var bizdə A plus dırnaq işarəsi plus bərabərdir. Amma elə bir məqamlar olur ki, bizim mətnimiz çox uzun olur və dəqiqədə bir plus yazmaq istəmirik. Onun yerinə daha rahat çözümlərini istifadə etmək istəyirik. Onun üçün də bizdə başqa bir formatlama anlayışı var. Onun üçün dırnaqdan istifadə eləmirik bu dəfə. Bunun yerinə tik işarəsindən istifadə edirik. Yəni burada klaviaturada məndə hər klaviaturada fərqli olur aslında. Məndə shift-in yanındadır. Bu işarəyə basıram. Burada sola doğru olan bir işarə var. Tik deyilir buna. Və bu tik işarəsinin içərisində artıq həm JavaScript kodları yaza bilərəm, həmçində öz sadə string mətnlərimi də yaza bilərəm bunun içərisində. Məsələn, deyək ki, burada yazım ad sözünü belə. Daha sonra burada colon işarəsi qoyum və istəyirəm ki, bu A variable-nu, dəyişkənini bunun içərisinə əlavə edeyim. Onun üçün istifadə edəcəm burada dollar və bir də quyruqlu mötərizə işarəsindən. Dollar məndə burada shift 4-dür. Belə basıram buna, shift 4. Daha sonra burada quyruqlu mötərizəni açdım ardından və bunun içərisində artıq ya A, ya B və yaxud da digər JavaScript kodunu yaza bilərəm. Tutalım ki, A-nı əlavə edeyim bu hissəyə. Bu məndə olacaq artıq Murad sözü və həmçinin Nuriyevi də əlavə eləmək istəyirəm. Bunun da ardından belə bir şey yaza bilərəm ki, dollar işarəsi, belə bir B işarə, B dəyişkənini belə yazdım və bu mənə Murad Nuriyev proqramist cavabını verəcək və burada gördüyünüz kimi pluslardan istifadə eləmədim. Həmçinin arasında nə qədər boşluq qoysam, onun sayı qədər məndə terminalda boşluq göstərəcək. Yəni hamısı təsir eləyir. Burada gördüyümüz, elədiyimiz işlər hamısı stringin nəticəsinə təsir eləyir. Bu da formatlama formasıdır. Yenə dediyim kimi tikdən istifadə edirik. Adı dırnaqla olmur bu və daha sonra da içərisində bir fərqli, yəni adı string olmayan dəyər istifadə etmək istəyiriksə, dırnaq işarəsi və daha sonra belə quyruqlu mötərizəni həm açırıq, həm də bağlayırıq və bunun içərisində öz JavaScript kodlarımızı belə formada yazırıq. Əla. Bu da oldu string mətnlərlə lazım olan operatorlar. Ümumilikdə öyrəndik riyazi əməliyyatlar operatorları, həmçinin assignment operatorları və string operatorlarını. İndi keçə bilərik praktika hissəsinə və praktikamız da həmçinin description-da da qeyd edirəm və həmçinin əgər özünüz də istəyirsinizsə burada asan kodlaşdırmanın GitHub adresində burada girib JavaScript hissəsindən görə bilərsiniz həmin tapşırıqları. İndi mən qayıdım burada gedək JavaScript hissəsinə bir tapşırıqlara baxaq görək nələrdir. Birinci tapşırığımız burada 2 ədəd yaradın və aşağıdakıları tətbiq edin. Elə yaradaq həmin hissədə gedək burada elə bu hissədə yaradım. Olsun məndə let elə A olsun 5, B də olsun məndə məsələn 3 və deyək ki, burada toplama, çıxma, vurma, bölmə, qalıq və qüvvət anlayışlarını hamısını tətbiq elə. Tez bir şəkildə yazaq hamısını A plus B. Bunların hamısını belə yazdım, sonra arasında işarələr dəyişdirərəm. Bu olsun çıxılsın, bu olsun vurma, bu olsun bölmə, bir dənə qalıqlı və həmçinin ikili qüvvəti yüksəltmə də əlavə edeyim bunlar arasında belə formada. İndi cavablara baxaq. Məsələn 5 üstə gəl 3 8, çıxılsın 2, vurulsun 15, bölünsün bu cavabı verir bizə və qalığı da belə formada verir. Qalıq formasında 2 qalıq qalır və həmçinin qüvvəti yüksəltmiş versiyasında 5-in 3-dən qüvvəti bizim üçün 125 cavabını verir. Əla. Keçək indi növbət tapşırığa. Bir ədəd yaradın və aşağıdakıları tətbiq edin. Increment, yəni artma və azaltma. İndi ədədimiz var burada hazırda. Elə bunun yuxarısına yaza bilərəm. Yazım ki, konsol bu A olsun və A-nın üzərinə A-ya biz increment verək, B-yə də decrement verərik. Bu B olsun belə formada və A-ya deyim ki, A plus plus və həmçinin B-yə də belə minus minus verim.
və cavabı göstərəcək. Birinci baxaq yurda 6 və 2 verdi. 6 ona görə verdi ki, A-nın üzərinə 1 gəldik. 5-in cavabını elədi 6 burada. Və B-nin cavabı da 2 oldu. Ona görə ki, B çıxılsın vermişdik və bu da bizə cavab olaraq 2-ni verdi. Əla. Keçək indi 3-cü tapşırığa. Bir ədəd yaradın. Aşağıdakilərdən istifadə edərək dəyər dəyişin və A plus bərabər, çıxılsın bərabərdir, vurulsun bərabərdir və bölünsün bərabərdir. Elə bunun ardından yaza bilərəm. Bunları kommentə alım. Burada deyim ki, A plus bərabərdir olsun 4. B plus çıxılsın bərabərdir olsun 3. Sonra olsun A vurulsun bərabərdir. Yazaq ki, bunu verək elə həmin hissə. Bölməni verək buna olsun 2. Və B-yə də verim ki, vurulsun bərabərdir. Olsun, məsələn 6. Belə bir cavab. Burada qalıqlı var idi mi? Qalıqlı yox idi deyəsən. Əla. Bunların həmsinin cavablarını göstərim burada. A və B. Belə. Bu oldu məndə 4,5. Bu oldu məndə, məsələn, bunun birinci cavabını belə göstərim. A-nın üzərinə 4 gələndə bizdə alındı, məsələn, 9. Sonradan üzərinə gəlirəm, bölünsün, həmçinin 9-u 2-yə bölürəm və mənə alınan cavab burada 4,5 olur, yarıya bölür. Həmçinin B-də də birinci versiyasında məndə görsənir burada 0 cavabı, çünki B-dən 3 çıxıram və daha sonra həmin vurulmuş cavabı vururam. Yəni 0-ı vururam 6-ya, mənə 0 cavabını belə formada verir. Yəni bu da sonradan assignment üçün reassignmentdə istifadə olunan operatorları istifadə edirik. Əla. Tapşırıq 4. 2 ədəd yaradın və onları bir-birinə böləndə alınan qalığı tapın. Əla. İndi 5-dən 3 cavabı var burada. 2 dənə ədədin qalığını görmək istəyirəmsə, burada yaza bilərəm ki, bunları belə komment alım. Yazım bura. Console log və A qalıq işarəsi, yəni faizdir. B belə cavab yazıram və bu mənə 5-in 3-ə böləndə alınan qalığı mənim üçün cavabını belə formada göstərir. Yəni 2 cavabını mənim üçün göstərir. Əla. Tapşırıq 5. Bunu məncə elədik hazırda. Bir ədəd yaradın, aşağıdakı tətbiq edin. 20, 10, 3, 6. Bunları da tez bir şəkildə yazaq. Gəlin bura. Bunları belə kopyalaya bilərəm hazırda, deyəsən yox. Belə yazım və əvvəlinə burada tətbiq edək. A plus bərabərdir olsun 20. Sonra B çıxılsın 10 bərabərdir versin belə. Sonra bunu həmçinin B-yə də verək bir dənə. Sonra A-ya da verək. Və bir dənə də olsun. Bir dənə də B-yə də verək cavab olaraq. Və bunun da cavabını indi belə formada baxaq necə görsənirsə. A, bir dənə də B yazım. Və A-ya burada birinci üzərinə 5 gəldi. 20, 25 elədi. Daha sonra A-yı böldü, 25-i böldü 6-ya və burada 4,1 cavabını mənim üçün belə göstərdi. Həmçinin 3-dən çıxdı 10, burada qaldı mənfi 7 və daha sonra üzərinə gəldi burada 6-nı. Həmçinin 7-yə alınan qalığı da göstərdi və mənim üçün burada 0 cavabı alındı. Və hazırda olan əməliyyatlar əslində çox da belə mənası olmur, amma ki, ümumilikdə necə istifadə edilməlidir ona baxırıq. Və burada istifadə edən plus bərabər işarəsi, yəni necə istifadə olunur, sonradan dəyər dəyişdirir, o anlayışlarını öyrənmək, yəni kifayət eləyir hələ ki. Tapşırıq 6. Ad, soyad, şəhər və yaradın və bir mətndə birləşdirin. Yaradaq elə həmin hissədə. Bunları belə komment ala bilərəm. Yazım ki, ad bərabərdir olsun, məsələn, Murad, şəhər olsun, məsələn, Gəncə, yaş da var idi, deyəsən, eləmi? Yaş, soyad var idi, hə. Soyad bərabərdir olsun Nuriyev. Əla. Və burada istifadə edəcəm ad, soyad və ayrı göstərdiyi yerdə, deyəsən, yox. Ad soyadı və bir mətndə birləşdirin. Əla. Və burada elə mətni burada yaza bilərəm. Burada hazırda Murad Nuriyev arasında boşluqlar yoxdur. Ona görə ad plus soyad plus şəhər yazsam, mənə cavab olaraq belə formada gələcək. Arasında boşluq olmur. Və boşluqları dediyim kimi belə özümüz əlinə vermək istəyiriksə 2 dənə plus qoyaram arasına və belə bir şey yazaram. Həmçinin burada da tətbiq edeyim həmin eyni şeyi. Və burada boşluq versəm, bu dəfə Murad Nuriyev Gəncə cavabını belə formada alıram. Tapşırıq 6-dakı prosesi tik və dollardan, template literaldan istifadə edərək edin. Həmin şeydir, sadəcə burada dollardan istifadə edəcəyik. Nə edirik bunda? Bunun əvvəlinə, bunu belə kopyalayım, aşağı atım elə. Və burada yazaq, burada dollar, daha doğrusu tik işarəsi ən əvvəlinə. Və həmçində burada tik işarəsi qoyun. Burada biri, həmçinin burada biri. Burada plusları artıq silə bilərəm, ehtiyac yoxdur pluslara. Bunları silək. Ad soyadı yerinə burada dollar işarəsi qoyuram və buraya içərisində yazıram ad sözünü belə. Həmçinin burada da dollar soyad və plusu silim və burada şəhəri də belə yaza bilərəm. Dollar, şəhər, belə.
Və bu hamısı da bir dənə tikin içərisində olmalıdır belə formada. İndi daha sonra çalışdırsam Murad Nuriyev Gəncə cavabını belə formada alıram. Və buna baxan bu daha qısa formada yazdı. Mənə elə gəlir ki, bu daha oxunaqlıdır. Mənə elə gəlir, əslində başqası üçün fərqli ola bilər. Bu daha yaxşı səliqəli formada görsənir, çünki arasında həmçinin pluslar çox deyil. Ola bilər ki, bizim gələcəkdə çoxlu dırnaqlarımız ola bilər. Ona görə baş qarışdırıcı ola bilər yuxarıdakı. Ona görə aşağıdakı versiyada çox vaxt keçərli olur. Əla, indi tapşırıq 8-ə keçə bilərik. 3 məhsul qiyməti və adı yaradın. Elə qiymətini yaratsa bəs eləyər. İlkin məhsulları göstərin, qiymətləri 100 manat artım tətbiq edin, yeni qiymətləri göstərin. Hər bir məhsulu random sayda kiməsə satın, satılan qiyməti və məhsulu göstərin. Satış edilən zaman məhsulları 10% endirim tətbiq edin. Əla. Başlayaq birinci məhsulları yaratmaqdan. Bunları kommentə alım. Və yazaq ki, bura let məhsul 1 bərabər də olsun 100. İkinci məhsulumuz olsun, məsələn, 200 manat. Üçüncü məhsul da olsun 400 manat belə formada. Və bunun da ilkin qiymətlərini aşağıdan yazım elə birinci. Console log yazım ilkin qiymətlər. Əla. Yazaq bura console log məhsul 1, 2 və 3. Əla. 100, 200 və 400. Bunlar oldu ilkin qiymətlər. Daha sonra deyir ki, qiymətlərə 100 manat artım tətbiq edin və yeni qiymətləri göstərin. Bunun üçün də yaza bilərəm ki, belə bir şey, məhsul 1 plus bərabərdir 100 olsun. Həmçinin 2 və 3-ə də tətbiq eləyəcək həmin şeyi. 2 və 3 və yeni qiymətləri də aşağıda yaza bilərəm. Elə belə formatı kopyalayıb buraya yazım yeni qiymətlər. Birinci qiymətlər 100, 200, 400 idi. Sonradan yeni qiymətlər oldu 200, 300 və 500. Belə bir formada. İndi nə deyir? Hər bir məhsulu random sayda kiməsə satın və satılan qiyməti məhsulu göstərir. Məsələn, deyək ki, burada satış sayını göstərək. Bir dənə satış sayı bərabər də olsun 3 və kiməsə deyəndə də həmin məhsulun adını məsələn deyə bilərək ki, alıcı adı yazım. Alıcı bərabər də olsun yenə Murad, bizim sevimli müştərimiz. Murad və alıcının ardından burada nə deyir? Satılan qiyməti və məhsulu göstərin. Əla, satış qiyməti burada belə olacaq. Satış sayı 3 dənədirsə, o zaman tutalım ki, məsələn, məhsul 2-ni alıb və bunun satış qiymətini yaradım. Satış qiyməti bərabər də olacaq. Məhsul 2-ni alıb deyək ki, məhsul 2 vurulsun satış sayı. Belə formada və aşağıda deyə bilərəm ki, hər məhsul kimi satın və satılan qiyməti və məhsulu göstərin. Hələ aşağıda yeni bir konsol yarada bilərəm ki, elə bunu tikdən istifadə edək yazım. Çünki çox böyüsdən istifadə edəcəm. Tik açdım. Deyim ki, burada məhsul 2 və qabağıma məhsul 2 də yazım elə. Məhsul 2. Məhsul 2. Burada məhsulun özü kimi qiymətindən istifadə edirik. Məhsul 2 əla. Murad şəxsinə hansı qiymətlə satıldı? Satış qiymətində satıldı. Belə bir şey yazaq. Satış qiyməti ilə satıldı. Əla. Yazım. Satış qiyməti ilə satıldı. Burada məhsul, fərqi yoxdur. Məhsul 2-yə bax. Super. İndi yoxlayaq burada dəyərimizi. Buna da yazaq şəxsinə həmçinin. Məhsul 2 300, Murad şəxsinə 900 ilə satıldı. Yəni Murad şəxsi həmin məhsulu 900 manata aldı. Yəni o ümumi qiymətdə Murad sayı 3 dənə alıb deyənə həmin cavabı bizim üçün göstərdi. Əla, satış edilən zaman məhsullara 10% endirimdə tətbiq edin. Əla, biz götürəcəyik burada ümumi qiymətin ardından vurulsun 0,9 da yaza bilərəm. Çünki 10% endirim deyirsə, o zaman 0,9 verirəm ki, həmin məhsulu ümumi qiymətini 10% tətbiq eləsin. Burada ümumilikdə verəcəyik hazırda. 0,9 deyəndə ümumilikdə 810-a satıldı. Yəni həmin ümumi qiymətin 10%-ni tətbiq elədik. Amma bir-bir də vermək olar həmin şeyi. Onun üçün də gərək hər bir elementi vuranda burada vurduğumuz zaman həmin ədədi vurub elə bir formada alaq. Onun üçün də 1, 2, 3-dən istifadə edəcəm. Amma çox vaxt ümumi qiymətin hesablanır, endirimə hesablanır. Bunu da belə formada yaza bilərik. Qabağına yazım ki, məsələn, əgər endirim olubsa, qabağına yazaq 10% endirimdə. 10% endirimdə.
endirimlə. Əla. 10% endirimlə satıldı. Super. Bu da oldu axırıncı task. Ümid edirəm dərsi başa düşdünüz, maraqlı idi. Həmçinin özünüz də gedib taskları işləyə bilərsiniz belə formada. Əgər sualınız olarsa, kommentlərdə verməyi unutmayın. İnşallah növbəti videoda görüşərik. Sağ ol.